Xoş gördük, hörmətli izləyicilər. Biz bugün İsmayıllı rayonunun Qalagah kəndindəyik. Hərbi xidmətə yollanan bir gənc oradan yarımçıq tərxis olunur. Xəstəliyinə görə, orqanizmindəki problemə görə bugün həmən gənci dinləməyə gəlmişik. Gənc iddia edir ki, onun xəstəliyini yerli həkimlər hərbi hissəyə göndərərkən, yəni həkim müayinəsi zamanı nəzərə almayıblar. Buna görə də o bunu özünə qarşı mənəvi, maddi zərbə kimi qəbul edir. Buna görə də o şikayətçidir. Şikayətini dinləyəcəyik və görək o nə istəyir, şikayətinin məğzi nədən ibarətdir. Gəlin birlikdə həmən şəxsi dinləyək. Xahiş edirik ki, əvvəlcədən yayımı bəyənin, paylaşın, kanalımıza abunə olun və bu videonu kifayət qədər paylaşın ki, dövlət qurumları bunu görsünlər. Çünki cənab prezidentimiz deyir ki, mənə siqnal verin, ictimai nəzarət fəal olmalıdır. Hər bir vətəndaşın, belə deyək ki, məmnunluğunu təmin etmək Azərbaycan dövlətinin bir nömrəli qarşısına qoyduğu məqsəddir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur. Bunu cənab prezidentimiz İlham Əliyev qeyd edir həmişə. Buyurun, özünüzü təqdim edin, ünvanınız. Mən İsmayıl rayonunun Qalacaq kənd sakini Əliyev Amir Raminoğlu. Buyurun, probleminizi deyin. Problemim mən 2024-cü il yanvarın 12-si hərbi xidmətə getmişəm. Hərbi xidmətə getmişəm. Orada elə bil mən boyum uzun olduğu üçün mən xüsusi təyinatlı qüvvələrə yazmışdılar. Mən orada apardılar yoxlanışa. Yoxlanışdan keçəndə mənə dedilər ki, sənin böyrəyin biri yoxdur. Həkim komissiyası hərbi hissədə dedi. Bəli, bəli. Siz İsmayılıda getməmiş, komissiyadan keçməmisiniz? Keçmişəm, yəni orada mənə heç bir şey çatdırmadılar da. Yəni demədilər ki, sənin bir problemin var, bu problemin var. Buna görə sənə yararsız. Heç bir şey mənə demədilər. Yoxlanışdan keçirdiblər ancaq sizi hər tərəfə. Bəli, bəli, yoxlanışdan keçirdiblər məni. Sizin o sənədinizə bilirsiniz nə yazılmışdı ki? O sənədimə yazıldı, mən gəldim buradan voyinkomata yaxınlaşdım. O sənədi mənə təqdim eləyib, mən özüm baxım ona, o mənə təqdim eləmədilər. Yəni siz hərbi çağırışa gedəndə hər halda İsmayılı səfərbərlik xidmətində qeydiyyatdan keçmişsiniz, həkim komissiyasından keçmişsiniz. Bəli, bəli. Buyurun, sonra nə baş verdi? Əskəriyə getdiniz. Mən elə bir xüsusi təyinatlı qüvvələrə yazılanda dedilər ki, böyrəyin biri yoxdur. Bütün yoxlanışlardan keçdim, dedilər böyrəyin biri yoxdur. Dedim, necə yəni böyrəyin biri yoxdur? Mən nətər xidmətə gətiriblər, xidmət edirəm burada. Dedilər ki, o bizim problemimiz deyil, o səni göndərən rayonun voyinkomatın problemidir. Nəsə elə oldu, heç nə demədilər. Mən ondan sonra özüm könüllü olaraq komandoya yazıldım. Komandoya yazıldım, elə bir 16 gün, 15 gün belə təlimdə olduqdan sonra mənə dedilər ki, sən yararsızsan. 52-dən sən kəsilmişsən böyrəyivə görə. Məni göndərdilər Gəncədə yerləşən hərbi hissəyə. Gəncədə yerləşən hərbi hissəyə. Bir müddətdən sonra, vaxtım tamamlanan sonra göndərdilər məni Şuşada yerləşən hərbi hissəyə. Orada mən qızdırma tutdum, elə bir xəstələndim, qızdırmam oldu. Göndərdilər məni Hadrutda yerləşən hospitala. Orada məni dedim ki, yəni mən qızdırmadan sonra dedim ki, mənim böyrəyim biraz ağrıyır. Mən yoxlanışa apardılar, uziyan keçirdilər, dedilər, bəs sən böyrəyin biri yoxdur. Dedim, mən böyrəyin biri yoxdur, dedim, mən biz xidmətə gəlmişəm, dedi, sən təcil sürətdə göndərilməlisən, Bakıya, hospitala göndərilməlisən. Mən nəsə hospitala yazdılar, xeyli müddətdən sonra elə bir maşın olmadı, nə olmadısa gedə bilmədim. Mənim də hərbi hissəm dəyişdi, Qazaxda yerləşən hərbi hissəyə gəldim. Qazaxda yerləşən hərbi hissədə mən dedim ki, bəs böyrəyim ağrıyır. Mən yazdılar hospitala ki, bəs şey eləyəcək də sən, maşın, adam çoxdur, səni yazırıq, adam azalanda gedəsən. Heç nə, gözlədim, bir gün öskürək tutdu məni, soyuqlamışdım. Göndərdim, getdim tibb məntəqəsində 3 gün yatdım, 3 gündən sonra məni göndərdilər Şəmkirə. Şəmkirdə böyrəyim ağrı tutdu, yenə məni göndərdilər Bakıya. Bakıda da dedilər ki, bəs sən yararsızsan, komisiya verilməlisən. Nəsə, mən də gəldim təzədən Şəmkirə, Şəmkirdə məni abratla köçürmə elədi Bakıya. Bakıda gəldim, belə bir 5 gündən sonra mənim pnevmoniyam ağırlaşma dedilər ki, yəni pnevmoniyası güclənmə var. Bir ay mən 15 gün, bir ay, 15-20 gün patoloq belə bir ay pnevmoniyadan yatdım.
filmaniyam keçəndən sonra məni verdilər komissiya təsdiq cavabı gəldi. Mənim kodunu təxris elədilər. Yəni mənim də indi istəyirəm ki, mənim orada haqqım nədirsə, mənim haqqımı versinlər. Siz tərxis olunmağınıza nə qədər qalmışdı əgər böyrəyinizdə ağrı olmasaydı? Böyrəyimdə ağrı olmasa, hospitala düşəndə bir hardasa 14 ayın əsgərlik, 15 ayın. Belə. İndi mənim gəlmişəm bir 4-5 gün olar gəlmişəm. Mənim bir ayım qalıb. Bu günə səhərə mənim pirkazım çıxırdı. Bəli. Pirkazım çıxırdı, mən qodunu biletlə gəlirdim evə. Yəni belə olmağını heç mən özüm də istəmirdim. Yəni mən də indi haqqımı tələb edirəm ki, mənim haqqıma düşən nədirsə onu versinlər. Mən şikayət Yəni siz istəyirdiniz ki, axıra kimi vətənə xidmət edəsiniz, hamı kimi yararlı bileti ilə gələsiniz. Ancaq sizə yararsız yazdığına görə siz bu işdə təqsirkar hərbi komissarlığı bilirsiniz də. Belə deyək ki, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin İsmail rayon şöbəsini günahkar bilirsiniz. Oradakı həkim komissiyasını günahkar bilirsiniz ki, sizi düzgün yoxlamayıblar, sizdə olan sağlamlığı düzgün qiymətləndirməyiblər və siz gedib hərbi hissədə bu neçə vaxtı ancaq siz xəstəxanaların, hospitalların yolunda qalmışsınız və bu da sizin səhhətinizdə ciddi izlər buraxıb, eyni zamanda siz bunu işgəncə kimi qəbul edirsiniz və maddi həm də mənəvi bir zərbə kimi qəbul edirsiniz ona. İndi siz buna görə deyirsiniz ki, təzminat tələb edirsiniz. Kimdən tələb edirsiniz təzminatı? Hansı qurumdan tələb edirsiniz? Məni kim belə yoxlamayıb, göndərib, nə deyim? Məni sağlam olmaya, məni kim yararlı yazıb göndəribsə, elə onlardan tələb edirəm. Bankomatdan tələb edirəm ki, məni niyə düzgün yoxlayıb göndərməmisiz? Yəni həm həkim komissiyasından, hərbi həkim komissiyasının üzvlərindən, həm də ki, səfərbərlik xidməti İsmail rayon şöbəsindən təzminat tələb edirsiniz. İndi o aydınlaşacaq ki, həmin dövrdə səfərbərlik xidmətinin yeri şöbəsinin rəisi kim olubdu, hərbi həkim komissiyasının sədri kim olubdu, onların verdiyi rəy nədən ibarətdir. Siz bayaq qeyd etdiniz ki, həmən rəyə baxmaq üçün siz müraciət etmişsiniz İsmail səfərbərlik xidmətinə. Sizə nə dedilər oradan? Yəni onlar mənə dedilər ki, biz onu sənə, dedim bir kopyasını verin, ya nə bilim şəklini verin, dedi biz onu sizə verə bilmərik. Niyə, nəyə izah elədilər? Dedi sənin hərbi biletin gəlsin, hələ deyir hərbi biletin gəlib çatmayıb. Hərbi biletin gəlsin, təyinat vərəqin gəlsin, ondan sonra mən bunu sənə ancaq tanış eləyə bilərəm, yəni göstərə bilərəm. İndi mümkünatı yoxdur ki, onu sizə göstərim. Yəni mən də onu görmək istəyirəm ki, məni həkim yararlı yazıb, yox yararsız yazıb. Əgər yararsız yazıb, yəqin bunların özü göndərib. Yararlı da yazıbsa da həkim məni düzgün yoxlamayıb. Aydındır. Siz əlavə hara müraciət etmək istərdiniz? Mən müraciət etmək istəyirəm cənab prezident İlham Əliyev Ali Baş Komandanımıza. Yəni ondan mən sizdən xahiş edirəm ki, yəni mən yoxlanışdan keçmişəm, yararsız məni göndəriblər hərbi xidmətə. Yəni mən sizdən xahişim odur ki, mən də hamı kimi istəyərdim ki, mən də xidmətim təmiz olsun, təmiz gəlim qutarım hərbi biletlə. Yəni mən sevə-sevə xidmət eləmişəm Azərbaycan ordusuna. Yəni sizin əsgəriniz olaraq sizdən xahiş edirəm ki, yəni bu işi səbəbkarlarını siz özünüz cəzalandırasınız da. Yəni mən haqqım nədirsə onu sizdən xahiş edirəm ki, mənə eləyəsiniz. Alnı verilməsində kömək edəsiniz demək istəyirsiniz də, yəni. Bilirsiniz ki, cənab prezident Azərbaycan ordusunu tərəfindən də çox sevilir. Cənab prezidentimiz Müzəffər Ali Baş Komandanımızdır. Yəni qələbə çalmaqla Azərbaycan adını tarixə yazdı və bunun da səbəbkarı cənab prezidentimizdir və onun hakimiyyəti dövründə onun yəni bu belə deyək, vəzifəni icra etdiyi dönəmdə torpaqlar tamamilə işğaldan azad olundu. Azərbaycanın başı, belə deyək ki, bütün dünyada ucaldı və bütün dünyanın ən mütərəqqi ölkələri, ən güclü orduları bugün Azərbaycan ordusunun taktiki gedişlərindən istifadə etməyə başlayıblar, öyrənməyə başlayıblar.
və sizin də, yəni dövlət başçımızdan, Ali Baş Komandanımızdan bir əsgər olaraq istəyiniz odur ki, sizə qarşı bu məhrumiyyətləri yaşadanların cəzalandırılması işində dəstək olsun və bu işi şəxsən özü nəzarətə götürsün. Və həkim komissiyasının günahıdırsa olar, səfərbərlik xidmətinin günahıdırsa olar, cəzalandırılsın və sizə dəymiş maddi mənəvi ziyan təzminat formasında ödənilsin sizə. İstəyiniz bunu demək istəyirsiniz yəqin ki. Əlavələriniz başqa yoxdursa, biz yekunlaşdıraq və gələcəkdə ola bilər ki, sizin bu prosesiniz uzun çəkdi, nəsə siz sona dək qərarlısınız mübarizə aparmaqda. Bəli, bu işin sonuna qədər gedəcəm, axırına qədər. Təşəkkür edirik, çox sağ olun. Sağ olun.